Salam 44 kanalının dəyərli izləyiciləri, bu dəfəki videomuzun mövzusu Volkswagen Touareg-in ikinci nəsildir. Bu avtomobillər 2010-cu ildən 2018-ci ilə kimi istehsal olunublar və 2014-cü ildə də restoring keçiriblər. Bizim avtomobilimiz restoringdən əvvəlki versiyadır. Bizim ölkəmizdə Volkswagen markalı avtomobillərə biraz birmənalı yanaşılmır. Ona görə də mən istəyirəm bugün sizi bu avtomobillə daha yaxından tanış edeyim və onun mənfi və müsbət xüsusiyyətlərini bir yerdə öyrənək. Zənnimcə ikinci nəsil Touareg olduqca gözəl avtomobildir. Avtomobil xüsusən də bu tünd rənglərdə daha gözəl görsənir, daha belə brutal görsənir. Avtomobilin metalına və boyasına gələndə, boya çox da yaxşı səviyyədə deyil, amma metalı olduqca dözümlüdür. Yəni uzun illər keçsə belə bu avtomobillərin gövdəsində korroziya yaranmır. Amma gövdənin istər-istəməz yaşla bağlı bir neçə mənfi cəhətləri var, onları sizə göstərmək istəyirəm. İllərlə kapotda rəngdə müəyyən defektlər yarana bilir, bu yaşla bağlı şeylərdir. Bir də bu avtomobillərin alın şüşəsinin çərçivəsi xüsusən də bu üst hissəsində olur ki, zamanla boya defektləri yaranır və bunlara da vaxtında diqqət ayırmaq lazımdır. Avtomobilin ön işıqları ksenon tiplidir və avtomobil yüksək komplektasiya olduğundan burada ön işıqların yolması funksiyası da var. Eyni zamanda avtomobil dönərkən, sağa-sola hərəkət edərkən duman işıqları da istiqamətə görə yanıb sönə bilir. İkinci nəsil Touareg alarkən fikir verməli olduğunuz şeylərdən biri, əgər avtomobil açarsız giriş sistemi ilə təchiz olunubsa, əmin olun ki, bütün 4 qapıda da bu sistem işləyir. Çünki olur ki, o bloka su dəyir deyə sıradan çıxa bilir və bəzi qapılarda bu işləmir. Bundan əlavə qapının həm İçərdən alt hissəsində, həm çöl hissəsində baxın ki, rəng və metal defektləri olmasın. Bir də əlbəttə ki, yaşla əlaqədar bu xrom elementlər də bəzən rəngini dəyişə bilir. İkinci nəsil Touareg-in bagajını həm açardan, həm salondan, həm də buradakı düymə vasitəsilə aça bilərsiniz. Bagajın açılıb bağlanma mexanizmi elektrondur. Avtomobilin bagajı özü 580 litrdir, amma arxa oturacaqları qatlasaz 1600 litrə kimi də arta bilir. Touareglilər yalnız 5 yerli olurlar, ikinci nəsil, 7 yerli olmur. Bagajın alt hissəsində yarı ölçülü ehtiyat təkəri və müəyyən alətlər yerləşir. Bir də ki, bizim avtomobilimiz yüksək komplektasiya olduğundan burada pnevmatik askı sistemi var və siz əgər bagajı yükləsəz, bagajın avtomobilin arxası müəyyən qədər yatsa, buradakı düymələr vasitəsilə də onu tənzimləyə bilirsiniz. İkinci nəsil Touareg-in salonu olduqca genişdir və burada bir Alman avtomobilində oturduğunuzu hiss edirsiniz. Həqiqətən də avtomobil nə qədər köhnə olsa da yenə də materialların keyfiyyəti özünü göstərir. Salon kifayət qədər yaxşı qorunulub saxlanılır və ümumiyyətlə bu avtomobillərin salonunun vəziyyəti sürücüdən asılıdır. Yəni səliqəli insanlarda salonda uzun illər səliqəli qalır. Oturacaqlar çox rahat oturacaqlardır. Həm sürücünün, həm də sərnişinin 3 rejimli yaddaş özəlliyi var. Oturacaqların qızdırılması özəlliyi var. Sükan multisükandır. Sükanın da qızdırılma özəlliyi var. Cihazlar panelimiz analoqdur. Ortada bord kompüter var. Mərkəzi konsolda monitordur. Burada əşyalarınızı qoymaq üçün müəyyən bölmə nəzərdə tutulub. Dirsək altlığıdır. 2 hissəli, kifayət qədər geniş dirsək altlığıdır. 2 ədəd stəkanlıq var. Bəzi Touareglər pnevma ilə təchiz oluna bilir, bəziləri olmur. Və avtomobildə pnevmanın olub-olmadığını bilmək üçün bura baxmaq kifayətdir. Pnevmasız avtomobillərdə buradakı joystick olmur. Klassik sürətlər qutusunun başlığıdır, auto hold özəlliyi var. Elektron parklanma tormozudur, start-stop düyməsi mərkəzi konsoldadır. Eyni zamanda burada bir açar hissəsi də var ki, yəni o cür də xodlaya bilirsiniz. Avtomobildə deməli panoramik tavan mövcuddur. Salonda nəyi yoxlamalısınız? Əlbəttə ki, burada elektronik sistemlər çoxdur. Ona görə də həm də avtomobilin biraz yaşı var deyə burada əmin olun ki, oturacaqların yaddaş funksiyası, elektron mexanizmi işləyir. Eyni zamanda sükanın bu multisükan düymələri hamısı işləyir. Bir də ki, bu avtomobillərin klimat kontrol sisteminin işlədiyinə əmin olun.
klimat kontrol sistemini məhz çalışın maksimum rejimdə işlədin ki, burada bir də görürsünüz ventilatorlar sıradan çıxırlar və bir müddətdən sonra hava verməməyə başlayırlar. Bu ventilatorlar biraz bahalı hissələrdir, ona görə də avtomobil alanda bunları da nəzərə alın. Avtomobilin arxa oturacaqları da olduqca genişdir. Mən 1.75 metr boyla ön oturacağı özümə görə tənzimləmişəm və özüm öz arxamda çox rahat şəkildə otura bilirəm. Gördüyünüz kimi kifayət qədər geniş diz və baş məsafəm də var. Deməli, arxada bu avtomobildə zavod pərdələr var. Dirsək altlığı var 2 ədəd stəkanlıqla. Bundan əlavə arxa oturacaqların qızdırılması funksiyası da var. Belə ciblər var əşyalarınızı qoymaq üçün. Eyni zamanda burada bir bölmə və qapı karterlərinin alt hissəsində də əşyalarınızı qoymaq üçün yerlər nəzərdə tutulub. Ölkəmizdəki əksər Tuareglərin kapotunun altında 3.6 litrli V6 mühərriki var. Hansı ki atmosferik mühərrikdir, çuqun bloka sahibdir və 280 at gücü istehsal edir. Mühərrik olduqca dözümlü mühərrikdir. Bu mühərriklərin hardasa 350-400 min kilometr kimi bir resursları var, amma əlbəttə ki atmosferik 6 silindirli mühərrik olduğuna görə iştahlı mühərrikdir və şəhər içi də hardasa 13-15 litrə kimi bir yanacaq sərfiyyatı olur, benzin sərfiyyatı olur. Bu mühərriklərin zəif cəhəti kimi zənciri qeyd eləmək olar. Bu zəncir hardasa 150-200 min kilometr civarında dəyişməlidir. Bundan əlavə əlbəttə ki mühərriklər yeni mühərriklər deyil. Nə qədər dözümlü olsalar da yaş öz sözünü deyir və soyutma sistemində və yaxud müəyyən ara qatların köhnəlməsi nəticəsində yağ axıtma kimi problemləri ola bilər. Amma gündəlik istifadə üçün olduqca dözümlü və uzun ömürlü mühərrikdir. Yəni almağa məsləhət görülən mühərrikdir. Tuareglərin kapotunun altında 4.2 litrli V8 benzin mühərrikini də görə bilərsiniz. O biraz dözümlü cəhətdən bu mühərrikə çata bilməz. Onun artıq yenə də zəncirlə bağlı problemləri var. Resursu maksimum 150 min kilometr kimi olur. Onun artıq silindirlərin aşınması kimi problemləri var və yanacaq sərfiyyatda 18 litrdən 20 litrlərə kimi çıxa bilər. Düzdür, V8 mühərrikinin səsi yaxşıdır, getməyi yaxşıdır, amma dözümlülük baxımından V8 V6-ya çata bilmir və V6-dan geridə qalır. Yenə də seçim sizindir. Əgər gündəlik daha problemsiz mühərrik istəyirsinizsə V6 daha məsləhətdir. Bir də Tuareglərin kapotunun altında 3 litrli TDI dizel mühərriki olur. Hansı ki ölkəmizdə demək olar ki çox nadir tapılar bəlkə də. Əslində dizel çox dözümlü mühərrikdir. O da 6 silindirli mühərrikdir. Yəni problemləri də klassik dizel problemləridir. Biraz yanacağa qarşı həssas olur. YGR məsələsi var, tutulur, onu təmizlətdirmək lazımdır. Belə amma dizel mühərriki ilə avtomobil tapıb alsaz, o da çox dözümlüdür. Resursu da hardasa yarım milyon kilometrə kimi bir resursu var. Yəni dizel mühərriki də məsləhətli gündəlik istifadə üçün. Avtomobil çox rahat sürət yığa bilir. Bu avtomobildə deməli 8 pilləli avtomatik sürətlər qutusudur. Bütün ikinci nəsil Tuareglərdə yalnız bir ədəd sürətlər qutusu var və bu sürətlər qutusu Aisin firmasının istehsalıdır ki, hətta Toyota'nın bir neçə modellərində belə istehsal olunur. Yəni belə desək, bu sürətlər qutusunu öldürməsən ölmür prinsipidir. Yəni nə qədər ki burada keyfiyyətli yağdan istifadə edirsiniz, vaxtında yağını dəyişirsiniz, yəni bu sürətlər qutusu elə uzun müddətdə gedir. Qaldı ki avtomobilin askı sisteminə, ümumiyyətlə ikinci nəsil Tuareglərdə həm pnevmatik askı sistemi ola bilir, həm sadə yaylı askı sistemi ola bilir. Bizim avtomobilimizin komplektasiyası yüksək olduğuna görə burada
pnevma var, həm ön oxda, həm də arxa oxda və avtomobilin klirensini kifayət qədər ciddi səviyyələrə qədər qaldıra bilirsiniz məhz bu pnevmatik askı sisteminin sayəsində. Bundan əlavə pnevma əlbəttə ki, avtomobilin komfortunu da xeyli yaxşılaşdırır və doğrudan da avtomobil çox komfortlu avtomobildir. İstər yaylı, istər pnevmatik askı sisteminin ömrü kifayət qədər uzun olduğuna görə, yəni buradakı komponentlər hardasa 150-200 min kilometr gedirlər. Ona görə bunun xüsusi bir problem olduğunu fikirləşmirəm və həm yaylı, həm də pnevmatik askı sistemi bu avtomobillərdə olduqca dözümlü olur. Əlbəttə ki, ikinci nəsil Touareg-lər tam ötürücülü avtomobillərdir və əksər ikinci nəsil Touareg-lərdə 4Motion tam ötürücü sistemindən istifadə olunur. Hansı ki, burada bir ədəd paylayıcı qutudur. Ön və arxa oxlarda hərəsində bir reduktor var və oxlar arası diferensial var, torsion. Və bu tam ötürücü sistemində əgər komponentlərdə düzgün vaxtında yağlarını dəyişdirsəz, yəni bu tam ötürücü sistemi avtomobillərdə, Touareg-lərdə çox dözümlü olur və xüsusi bir problemlər yaratmır öz sahiblərinə. Çox nadir hallarda məhz bu ikinci nəsil Touareg-lərdə 4X-Motion tam ötürücü sistemi də olur. Artıq onda arxa diferensialın kilitlənməsi özəlliyi də var. Ki, məsələn, bizim avtomobilimizdə 4Motion'dur və burada tam ötürücü sistemi gücün 60%-ni arxa təkərlərə, 40%-ni isə ön təkərlərə verir. Düzdür, bu avtomobili yolsuzluq avtomobili saymaq olmaz, amma yeri gələndə bəzi yolsuzluq avtomobillərinə, necə deyərlər, fora verə bilir. Avtomobilin səs izolyasiyasına qalanda da kifayət qədər yaxşı səviyyədədir, amma sözsüz ki, konsern daxilində bu bir neçə marka avtomobilinin eyni segmentdə konkurensiyası var deyə, məsələn, Touareg həm Porsche Cayenne-lə, həm Audi Q7 ilə rəqabət apardığına görə əlbəttə ki, yəqin ki, daha yaxşı səs izolyasiyası məhz Audi-dədir və Porsche-dədir. Amma istənilən halda avtomobil çox sakit avtomobildir və yolda ümumi kütlənin arasında olanda da xüsusi bir akustik diskomfort yaratmır. İkinci nəsil Touareg nə qədər komfortlu və dözümlü avtomobil olsa da nəzərə almaq lazımdır ki, bu avtomobillərin uzun müddətdə baxımı Yapon və Koreya avtomobillərindən daha bahalı olacaq. Ona görə də bu avtomobilləri almamışdan qabaq çox yaxşı yoxlatdırmaq lazımdır. Və onu da yadınızda saxlayın ki, siz əgər yaxşı Touareg seçə bilsəz, yaxşı Touareg tapa bilsəz, bu avtomobil sizə uzun müddət qulluq eləyəcək. Bu qədər dəyərli izləyicilər, kanala və sosial media hesablarımıza abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək sağ olun.